Bu həm də ölkənin xarici təhlükəsizliyinə də böyük töhfələr verə bilmiş ola bilər. Çünki bilirsiniz ki, yumuşaq güc deyilən bir anlayış var. Bu yumuşaq gücün əsas subyektləri də kimdir? Mediadır, vətəndaş cəmiyyətidir. Və hər bir dövlət özünün yumuşaq gücünü həm ölkə daxilində, həm də bütövlükdə ölkə xaricində daha da gücləndirməyə meyillidir. Bu onun təbii haqqıdır, bu belə də olmalıdır. Çünki dəyişən dünyada, maraqların toqquşduğu bir dünyada, geopolitik rəqabətin aparıldığı bir dünyada heç şübhəsiz ki, dövlətin əsas partnyoru vətəndaş cəmiyyətidir, mediadır və dövlət bu tərəfdaşından həm səmərəli istifadə, həm də o tərəfdaşları üçün şəraiti də tam olaraq təmin etməlidir ki, biz həm beynəlxalq mühitdə rəqabət qabiliyyətimiz olsun, daha da güclənək və Azərbaycanın bütövlükdə suveren maraqlarının ifadəsinə çevrilə bilək. Həm də eyni zamanda ölkə daxilində də vətəndaşlarımızın konstitusiyon hüquq və azadlığına daha da etibarlı şəkildə qurulmasına töhfəmizi vermiş olaq. Əlbəttə, bilirsiniz ki, bizim kanal, bizim media, region mediasıdır. Zaman zaman bu qanunlardakı boşluqla rastlaşan vətəndaşlarla üzləşirik bizdə. Belə bir sualım var. Deməli, 95-ci ildə 12 noyabrda qəbul olunmuş əsas qanunumuzda insan hüquqları, o cümlədən qadın və uşaq hüquqları barədə xeyli mütərəqqi müddəalarımız var. Bu şəksizdir. Ancaq bu hüquqların qorunmasında bir sıra problemlər də mövcuddur ki, dediyim kimi bizim də qarşımıza çıxır. Məsələn, qadınlara qarşı zorakılıq halları, məhkəmələrdə hüquqların pozulması, ailə daxili deməli, zorakılıq hallarına hüquq mühafizə orqanlarının bəzən biganə yanaşması. Sizcə bu halların aradan qaldırılması üçün daha hansı addımlar atılmalıdır ki, bütövlükdə bu president geri çəkilsin, artıq məsələn insanlar deməsin, hər şey ailə işidir də, məsəl üçün olub da indi ərin səni vurdu, qaynanan saçını yoldu, filan şey belə oldu, olsun da ailə məsələn. Bu mentalitetlə hüququn aliliyi məsələsində polisin, hüquq mühafizə orqanlarının yeri necə olmalıdır? Ədalət sizi tanımır. Bu, ümumiyyətlə, hüququn ən mühüm prinsipidir. Hamının qanun qarşısında bərabərlik məsələsi. Qadına qarşı zorakılıq təkcə insan hüququna qarşı qəsd deyil, eyni zamanda dəyərlərə qarşı yönəlmiş bir zorakılıqdır. Və istənilən cəmiyyətdə qadına, uşağa münasibət həm də ədalətə münasibətin ölçüsüdür. Şübhəsiz ki, Azərbaycanda qadın və uşaq hüquqlarının qorunması ilə bağlı mükəmməl hüquqi baza vardır və praktikada daha da tətbiqləşməyə doğru gedir. Amma bu prosesdə müəyyən bir problemlər də vardır. Biz qadına qarşı, uşağa qarşı zorakılıqla bağlı gündəlik faktlar eşidirik. Bir sıra hallarda bunun şahidi oluruq. Eyni zamanda, məsələn, Qadın Araşdırmaları Fondunun rəhbəri olaraq bizim bu istiqamətdə bir çox layihələrimiz vardır. Eyni zamanda mən Daxili İşlər Naziri yanında İctimai Şuranın sədriyəm və bu zorakılıq halları, istər qadına, uşağa qarşı bütövlükdə zorakılıq hallarından bağlı ilk məlumatı alanlardan da biri bizə müraciət edirlər. Və bu baxımdan biz görürük. Amma eyni zamanda son illərdə məişət zorakılığı, qadına qarşı zorakılıq, uşağa qarşı zorakılıqla bağlı cinayətlərin üstünün açılması prosesi də daha da genişlənməkdədir. Və yeni yanaşmalar tətbiq olunmaqdır. Eyni zamanda hüquqi maarifçilik istiqamətində geniş addımlar atılmaqda davam etməkdədir. Amma bayaq söylədim ki, resursların yetərli qədər olmaması bu sahədə hələ ki tam arzuladığımız nəticələri əldə etmək imkanını vermir. Və eyni zamanda çox təəssüf ki, bu zorakılıqlar bir sıra hallarda həm də qətillərin baş verməsi nəticələnə bilir. Və ümumiyyətlə həm dünyada, həm də bütövlükdə qadınlara qarşı zorakılıq bir-iki növbədə ən çox burada hadisə 75-80%-ə qədər də onun partnyoru tərəfindən baş verir. Yəni ailə üzvü tərəfindən baş verir. Çox zaman bu belədir, bunu gizlətmək olmur. Amma son illərdə bununla bağlı da bir müəyyən müsbət dinamika vardır. Amma şübhəsiz ki, yenə də qanunvericinin təkmilləşdirilməsi məsələsinə bir diqqət yetirməliyik. Xüsusilə də bilirsiniz, qadınlara qarşı zorakılığın təkcə o fiziki zorakılığına müşahidə olunmur. Burada psixoloji zorakılıq vardır, iqtisadi zorakılıq vardır. Qadınların işlə təmin edilməsi ilə bağlı, işə buraxılması ilə bağlı bir sıra hallarda buna mane olurlar. Onun
həyat yoldaşları, yaxınları, qohumları tərəfindən mane olurlar. Bəzi hallarda qadınların işə götürülməsi prosesində problemlər vardır. Bir çox qurumlar, belə deyək ki, özəl sektor o qədər də arzu etmir qadınların işə götürülməsi ilə bağlı böyük. Düzdür, son illərdə bu istiqamətdə yenə deyirəm ki, müəyyən dinamika vardır. Eyni zamanda əvvəllər əgər qadınların təhsil ilə bağlı məsələlərində problem, amma son illərin statistik göstəriciləri göstərir ki, bütövlükdə universitetlərə, ali məktəblərə daxil olanların arasında artıq 60%-ə yaxındır bizim qızlarımızın da. Eyni zamanda magistratura ilə daxil olanlarda daha da yüksək rəqəmdir. Dövlət sektoruna hal-hazırda son illərdə bizim qadınlar tərəfindən qadınların müraciət etməsi daha da genişlənir və bu özünü də istər-istəməz rəqəmlərin də dəyişməsini də görür. Dövlət orqanlarına, eyni zamanda dövlət orqanlarına, yüksək vəzifəli şəxslərə qadınların cəlb edilməsi məsələsi var. Mən düşünürəm ki, ümumiyyətlə bizim mərkəzi icra hakimiyyəti orqanlarında söhbət nazirliklər, komitələr, agentliklərdən gedir, orada istər agentliklərin rəhbərləri, nazirliklərin rəhbərləri, onların müavinləri qismində ən azı xanımların olması çox vacib bir məsələdir. Qadınların olması çox vacib bir məsələdir. Qadın hüququ insan hüquqlarınındır. Və əgər qadınlar ölkə əhalisinin 50 yuxarı, 50 üstündə olan bir faizini təşkil edirsə, eyni zamanda ictimai münasibətlər sisteminə də, ictimai sektorda da, publik sektorda da və digər bütün sektorlarda da uyğun faizlər olmalıdır. Uyğun faiz nisbətləri olmalıdır. Əlbəttə ki, bunun bir zamana ehtiyacı var. Zaman-zaman, yəni görürsünüz ki, məsələn, bələdiyyə seçkilərində artıq 40%-ə qədər bir nisbətdədir. Parlamentdə deputatlarımızın sayı artmaqdadır. Eyni zamanda dövlət orqanlarında artmaqdadır. Özəl sektorda yeni biznes dedilər. Biznes məşğul olan qadınlarımızın sayı artmaqdadır. Yəni, proses nisbətə doğru gedir. Amma onu da deyim ki, digər tərəfdən ailə institutunun daha da möhkəmlənməsinə çalışmalıyıq biz. Çünki ailə institutunun əsas təməllərindən biri də, bəlkə də birincisi mən hesab edirəm, qadınlardır. Bizdə çox təəssüf ki, boşanmaların sayı da artır. Biz bunu da qeyd etməliyik və bunu doğuran səbəblərlə bağlı məsələyə həssas yanaşmalıyıq. O baxımdan düşünürəm ki, həm də qadınlara qarşı psixoloji və iqtisadi zorakılığın qarşısını alması ilə bağlı yeni etibarlı mexanizmlərə ehtiyac vardır. Çox təəssüf ki, mən bunu deməliyəm, bir sıra hallarda biz hələ bu məsələyə daha belə deyək, dərindən və həssas münasibətimizi yetərincə göstərə bilmirik. Söhbət gedir iş yerlərində seksizm məsələsi. Bu var bəzi hallarda bu ailə və digər belə deyək, dəyərləri əsas götürərək bundan bağlı susuruq. Qadınlarımız belə hallarda susur, məlumat vermək istəmir. Çünki bunun çox ciddi fəsadları ola bilər. Amma düşünürəm ki, burada mexanizmlərin yaradılması çox məncədir. Ailə Uşaq Qadın Komitəsinin bu istiqamətdə addımları əlbəttə təqdir əlahidir. Daxilişlər Nazirliyinin bu istiqamətdə addımları, digər bütövlükdə məişət zorakılığına qarşı, insan əlverine qarşı mübarizəsi çox uğurlu nəticələr verməkdədir. Biz bunu sonra qeyd etməliyik. Və dövlət orqanlarında bu məsələdə bir koordinasiyalı sistem qurulmağa və inkişaf etməyə başlayır. Bu da çox yaxşı məsələdir. Erkən nikahlara qarşı. Çünki erkən nikahlar həm də gələcək zorakılığın, elə erkən nikahın özü qadına qarşı zorakılığın nümunəsidir. Bunun başqa bir adı yoxdur. Və eyni zamanda gələcək daha böyük fəsadlara imkan yaradan bilən hallar, əsaslarından birini təşkil edir. Ona görə bununla bağlı xeyli dərəcədə bu güclənmişdir. Və bütün bunların da əlbəttə ki, həlli yolları, alternativləri barədə düşünmək lazımdır. Bu ilk növbədə maarifçilikdən keçir. İlk növbədə koordinasiyalı hallara münasib sərt tətbiq edilməsindən gedir. Mühafizə orderi ilə bağlı institutun daha yaxşı işləməsi də çox vacib bir məsələlərdən biridir. Eyni zamanda şelterlərin, sığınacaqların yaradılması prosesini də genişləndirməliyik. Əlbəttə ki, bir sıra hallarda bu bizim milli xüsusiyyətlərimizə bir zidd olan bir hal kimi bəzi hallarda tövsif oluna bilər, amma biz hər şeydən əvvəl qadının azadlığı, onun qorunması, uşağın qorunması məsələsi prioritetdir. Uşaq hüququ ümumiyyətlə üstün hüquqlardır. Bütün digər hüquqlara nisbətən uşaq hüququnun təmin edilməsi üstün hüquqlar sırasındadır. Bu baxımdan hesab edirəm ki, bax, bu sığıncaqlar, qurbanlara olan münasibət, daha da onların sosial müdafiəsinin gücləndirilməsi, istiqamətinin addımları daha da genişləndirməliyik. Eyni zamanda mən burada xüsusi olaraq vurgulamaq istərdim ki, hörmətli birinci vitse-prezident Mehriban xanımın bu istiqamətdə fəaliyyətləri əvəz olunmaz bir fəaliyyətdir.
eyni zamanda Leyla xanımın bu istiqamətdə olan fəaliyyətləri xüsusi olaraq qeyd edilməlidir. Və əlbəttə ki, vətəndaş cəmiyyəti də bu istiqamətdə öz töhfələrini verməyə çalışır. Amma yenə deyirəm ki, hələ çoxlu işlərimiz var ki, o işləri biz yenidən dəyərləndirmək, yenidən qurmalıyıq. Yəni, köhnə ənənəvi metodlardan istifadə etməkdən daha çox yeni inovativ usullar barədə düşünməliyik. Və bu usullar yavaş-yavaş tətbiq olunmaqdadır. Amma bunun üçün də biraz yeni vərdişlər, bacarıqların əldə edilməsi çox vacib məsələdir. Yenə də söhbət gəlib resurslara keçir, peşəkarlığa gəlib çıxır. Peşəkarlığımız hələ yetərli qədər deyil, bunu da qeyd etmək. Vətəndaş cəmiyyətinin bütövlükdə proseslərdə daha dərindən iştirak imkanlarına mane olan məsələlərdən biri də onun peşəkarlıqla bağlı məsələdir. Və bu baxımdan isə deyirəm ki, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi yox. Beynəlxalq platformalarda iştirak imkanlarımız daha da genişlənmə və qlobal canlı platformasının yaradılması bu yeni fürsətlərdən biri kimi dəyərləndirilə bilər. Eyni zamanda bilik bacarıqlarımızı daimi olaraq təkmilləşdirməliyik. Yenə deyirəm, zaman keçir, hər şey dəyişir. Bu qədim filosofların dediyi kimi. Yəni, axan çaya bir daha yenidən daxil olmaq mümkün deyil. Daxil olmaq mümkündür. Yəni, o əbin çay daimi axı dəyişir. O baxımdan biz də daimi vərdişlərimizi, bacarıqlarımızı, həm də bunun etik standartlarını daha da gücləndirməliyik. Bax, bu vacib bir məsələdir. Biz bəzi hallarda bu digər fəaliyyət həyata keçirək, bu zaman etik standartların nədən ibarət olduğunu bəzən unuduruq. Bəzən görürük ki, kütləvi informasiya və televiziyalarda çox maraqlı məlumatlar gedir, materiallar gedir. İnsan yenə qadına qarşı zorakı var. Amma bir sıra hallarda burada şəxsi toxunulmaz hüququ ilə bağlı məsələyə diqqət yetirmirik. Bax, bu çox vacib olan məsələdir. İnsan ləyaqət, şərəf ilə bağlı məsələlərdə bəzi hallarda aşırı ifadələr işlədirik. Bax, bununla bağlı məsələ. O baxımdan da bir qədər burada etik standartların güclənməsi çox vacib məsələdir. Ümumiyyətlə, idarə etmə, biz gələcək üçün çalışırıqsa, süni intellektin inkişafı getdikcə daha dərinləşirsə, həyatımıza daha, belə deyək ki, dərin sürətdə daxil olursa, bunun etik tərəfləri də var, qanunvericilik tərəfləri də var. Bax, bu məsələləri hər zaman diqqətdə saxlamalıyıq. Ona görə vətəndaş cəmiyyəti daimi olaraq özlərində çalışmalıdır, öz bilik bacarıqlarını dərinləşdirməlidir. İnovativ usullar, yeni texnologiyalar, daha belə deyək ki, dərindən daxil olmağa çalışmalıdır. Məhəmməd bəy, bir son sualım da var. Bilirik ki, siz həm də Əf Komissiyasının üzvüsünüz və bu il elə bütün bölgələrdən və Azərbaycanda bu əfvi gözləyən ailələr də var. Gözü yolda qalan insanlar var. Yəni, bu il əf nə zaman gözlənilir? Əsasən əhatə dairəsi necə olacaq? Yəni, imkan daxilində bu barədə bizə informasiya verərdiniz. Bilirsiniz, bu əf hüquqi normativ sərtliyin mərhəmətlə tarazlaşdığı andır. Başqa sözlə desək, əf ədalətlə mərhəmətin görüşdüyü yerdir, bir məkandır. Və çox yaxşı ki, Azərbaycan Konstitusiyasında əf hüququ təsbitini tapmışdır və Azərbaycan Respublikası prezidentinə məxsus əf hüququ. Prezidentimizin müstəsna konstitusiyon səlahiyyətləridir. Və bilirsiniz ki, 95-ci ildən bugünə qədər, yəni konstitusiyanın qəbulundan bugünə qədər 70 əf sərəncamı qəbul edilmişdir. Bu 70 əf sərəncamı nəticəsində 10 mindən artıq məhkəmə şamil edilmişdir. Onların mütləq əksəriyyəti cəzanın qalan hissəsinə azad edilmişdir. Bu əf sərəncamlarının 30-u ümummillidir, mərhum prezidentimiz Heydər Əliyev tərəfindən imzalanmışdır. Amma 37 əf sərəncamı isə Cənab Prezident tərəfindən imzalanmışdır. Bu, dövlətin həm də mərhəmət tərəfidir, humanizm tərəfidir. Ümumiyyətlə, Azərbaycan qanunvericinin əsas prinsiplərindən biri də bütövlükdə dövlətin hüquqi təbiətinin sifətlərindən biri də onun humanizm, mərhəmət prinsipinə söykənərək fəaliyyət göstərmişdir. Azərbaycan prezidentinin bütün fəaliyyətində də qırmızı xətt kimi humanizm, mərhəmət prinsipi keçir. Bax, sadaladığım həmin əf sərəncamları. Eyni zamanda
Cinayət qanunvericinin humanistləşdirilməsi, bütövlükdə qanunvericinin humanistləşdirilməsi istiqamətində imzaladığı fərman və sərəncamlar həm 10 fevral 2017-ci il cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı mühüm bir sərəncam imzaladı. Eyni zamanda məhkəmə hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı 3 aprel 2009-cu il fərmanı. Burada da humanizm prinsipinin əsas mərkəzi prinsip kimi cəzanın humanistləşdirilməsi istiqamətində addımların atılması, tədbirlərin görülməsi vacib bir tapşırıqlar kimi qoyulmuşdur dövlət orqanları üzərində. Eyni zamanda 2017-2020-ci ildə cinayət qanunvericiliyində dəyişikliklərin edilməsi, bir çox cinayət əməllərinin dekriminallaşdırılması və cəza sanksiyaların belə deyək, humanistləşdirilməsi, sanksiyaların aşağı salınması, bütün bunlar əlbəttə ki, Azərbaycan prezidentinin fəaliyyətində humanizm prinsipinin necə önəm verdiyini göstərir. İndi hal-hazırda 71-ci əf sərəncamına doğru hazırlaşırıq. Çünki əf komissiyası 12 fevraldan öz fəaliyyətini başlamış, öz fəaliyyəti daimi davam etdirir, iclaslarına başlamışdır. Artıq 6 iclasımız olmuşdur və 700-ə qədər müraciətə baxılmışdır. Bütövlükdə bizim bu 6 iclasda 18 saata qədər işləmiş. Demək ki, bir çox iclaslarımız 3 saata qədər davam edir. Bu da nə qədər mühüm və belə deyək, işgüzar mühitdə iclasların göstərilməsinin, getməsinin bir nümunəsidir. Və bu əf komissiyasının iclaslarının davamı bütövlükdə əfin imzalanması prosesinə ilkin mərhələsi kimi də qiymətləndirilə bilər. Amma indi qarşıdakı günlərdə yenə də əf komissiyasının iclasları öz fəaliyyətini davam etdirəcəkdir. Və bütün iclaslar zamanı müzakirələr nəticəsində qəbul edilmiş qərarlar əsasında rəylər cənab prezidentə təqdim olunacaqdır və cənab prezident tərəfindən son və qəti qərar qəbul olunacaqdır. Çünki əf prezidentimizin müstəsna konstitusiyon səlahiyyətidir. O, hər hansı bir qoruma, təsisatlara, şəxslərə verilə bilməz, ötürülə bilməz. Ona görə əf sərəncamı nə vaxt imzalanacaq konkret, günü nədir və kimlər orada olacaqdır, bunu yalnız cənab prezident əf sərəncamından sonra görmək mümkün olacaqdır. Amma bütövlükdə hər zaman bu əf sərəncamların imzalanması məhkumlara münasibətdə onlara ikinci şansın verilməsidir. Eyni zamanda cəmiyyət də onları öz sıralarına qəbul etmək inamını ifadə edir əf sərəncamların verilməsi ilə bağlı məsələdir. Yəni, cənab prezidentin əf sərəncamında 10 minlərlə insan sevinç gətirir ailələrinə, özlərinə. Onlar yeni həyata başlamaq imkanları əldə edirlər. Yenidən həyatlarını qurmaq, öz keçmişini dəyərləndirmək və gələcəyini qurmaq imkanları vardır, imkanlar əldə edir. Ona görə düşünürəm ki, qarşıdakı vaxtda da növbəti əf sərəncamından sonra da cənab prezidentin biz yenə də 10 minlərlə ailənin sevincinin şahidi olacaq. Cənab prezidentin bir fikri hər zaman mən onu söyləyirəm. O ilk prezidentlik məqamına yüksələrkən and içmə mərasimində bir fikir söylədi. Dedi ki, mən bütün Azərbaycanın vətəndaşlarının prezidenti olacaq. Və ötən illər ərzində də biz hər zaman bu vədin necə yüksək səviyyədə icra olunduğunu, həyata keçirilməsinin şahidi olur. O cümlədən həssas qrup, bəlkə də taleyin qismətidir. İnsanlar, hər bir kəs həyatda xətaya yol verə bilər. Bu potensial baxımdan hər kəs üçün mümkün olan bir məsələdir. Amma əsas məsələ odur ki, bundan nəticə çıxartmaq. Və prezidentin əf sərəncamı da bax bu ikinci şansın verilməsidir. Düşünün və təsadüfi deyil ki, əf sərəncamları nəticəsində azadlığa çıxan şəxslərdən yalnız 0,0 neçə faiz barmaqla sayılırsa qədər yenidən cinayət edilir. Bu da əf sərəncamlarına olan əf komissiyasının üzvlərinin həm də məsuliyyət göstəricisidir. Necə məsuliyyətlə yanaşılır? Çünki prezident əf komissiyasının üzvlərinə etimad göstərib bunu komissiya üzvü təyin ediblər və biz də bu etimadı doğrultmalıyıq. Bu doğrultmaq xan nədədir? O əf üçün müraciət edən şəxslərin doğru, düzgün müəyyənləşdirilməsi və onlarla bağlı düzgün qərarların, rəylərin verilməsi. Bu da istənilən əf sərəncamı cəmiyyət üçün də yeni bir mesajdır. Bu əf sərəncamı bu baxımdan əf sərəncamı yalnız hüquqi bir akt deyil. Fərdi bir akt deyil, bu həm də siyasi, hüquqi, fəlsəfi nəticəyə malik olan, əxlaqi, mənəvi tərəfləri olan bir aktdır. Ona görə biz hər zaman düşünməliyik ki, bu dövlətlə cəmiyyətin diyaloqunun bir formasıdır.
bu diyaloq nəticəsi bütövlükdə həm də cəmiyyətin, dövlətin, millətin, ayrı-ayrı şəxslərin, vətəndaşların, zərər çəkməklərin maraqlarının ortaq ifadəsinin təzahürü olmalıdır. Bax, hesab edirəm ki, əks sərəncamı hər zaman imzalanarkən biz bu nəticəni görürük və inşallah da qarşıdakı illərdə də, qarşıdakı aylarda da, günlərdə də belə bir halları şahidi olacağıq. Təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Eyni zamanda sizin kanalınıza təşəkkür edirəm. Ümid edirəm ki, bizim bugünkü müsahibəmiz həm də bizim hüquqi dövlətin yaranması istiqamətində maarifçinin belə deyək ki, davam etdirilməsi istiqamətində növbəti bir addımdır və ola bilsin ki, bizim söhbətlərimiz də kimlərinsə həyatına, fəaliyyətinə bir müəyyən qədər təsir olacaqdır. Hər birinizə təşəkkür edirəm. İlk növbədə hörmətli tamaşaçılarımıza, dinləyicilərimizə. Sağ olun, biz də təşəkkürlər. Ümid edirəm ki, dediyiniz kimi bizim tamaşaçılarımız üçün bu həm faydalıdır, eyni zamanda çox aktual mövzulardır. Sağ olun. Sağ olun.